İslam təslim olmaqdır. Təslim olmaq inanmaqdır. İnanmaq qəbul etməkdir. Qəbul etmək ehtiraf və təsdiq etməkdir. Etiraf və təsdiq etmək yerinə yetirməyə hazır olmaqdır. Yerinə yetirmək əməl etməkdir. Xəsis və simit şəxsə təəccüb edirəm ki, qaçdığı yoxsulluq və kasıblığa doğru tələsir. Axtardığı varlılığı əldən çıxarır. Beləliklə, dünyada yoxsullar kimi yaşayır. Ahirətdə isə onunla varlılar kimi hesab çəkəcəklər. Dünən nütfə olmuş, sabah isə leş olacaq təkəbbürlü adama təəccüb edirəm. Allahın yaratdıqlarını görməsinə baxmayaraq, Allah barəsində şək və tərəddüdə olan kəsə təəccüb edirəm. Təəccüb edirəm o kəsə ki, ölənləri görə-görə ölümü unudur. Nütfədən yaranmanı görməsinə baxmayaraq, məadın olması və qiyamətdə təkrar qayıdış olacağını inkar edən şəxsə təəccüb edirəm. Yoxluq evini abadlaşdıran, varlıq evini isə buraxan kəsə təəccüb edirəm.